Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Əziz və dəyərli Vilayət TV izləyiciləri, sizləri Ramazan rəhmət ayı verilişində bir daha salamlayırıq. Allahın rəhmət ayı bizə üz tutub, çalışaq bu aydan bəhrələnənlərdən olaq inşallah. Bugünkü verilişimizin qonağı ilahiyyatçı, ekspert Hacı Xan Mirzə Hüseynovdur. Xoş gəlmişsiniz Hacı. Bismillahirrahmanirrahim və bihi nəsta'in və huvə xayrun nasirin və mu'in. Mən də sizi salamlayıram və bütün kollektivi salamlayıram. O cümlədən bizi izləyən bacı qardaşlarımızı salamlayıram. Allahdan arzu edirəm. Allah bütün oruç tutanların ibadətlərini qəbul eləsin və verilişə dəvət elədiyinizə görə təşəkkürümü bildirirəm. Allah sizin verilişinizə bərəkət versin inşallah. Çox sağ olun, biz də təşəkkür edirik. Hacı, ötən verilişimizdə danışdıq, qeyd etdik ki, Ramazan şəhrullahdır, Allahın ayıdır, bizə üz tutub və bugünkü verilişimizdə Ramazan ayı bilirik ki, həm də ziyafətullahdır. Biz Allahın qonaqlığındayıq. Ramazan ayında bu qonaqlıqda hansı ibadətləri etməliyik, hansı əməlləri etməliyik, istərdik bu barədə danışaq. Məxsus da hədislərdə və rəvayətlərdə qeyd olunub ki, bu ayda Quranla daha çox ünsiyyətdə olun. Çünki Quran oxumağın fəziləti bu ayda digər aylara nisbətən daha çoxdur. Və biz necə etməliyik? Quranla ünsiyyətimizi bu ayda hansı həddə qurmalıyıq? Bu barədə nə deyə bilərsiniz? Çox düz buyurursunuz. Hədislərə əsasən bu ay həm də ziyafətullahdır. Yəni Allah Taala'nın xüsusi qonaqlığıdır. Bəndələr bu ayda Allahın süfrəsinin qonağıdır. Allah Taala bəndələrini qonaq ünvanında dəvət eləyib öz süfrəsinə. Alimlər maraqlı bir ardıcıllıq qeyd eləyirlər ki, bəndələr ilahi qonaqlıqdan öncə Allahın vəlisinin qonaq olurlar, sonra Allahın nəbisinin qonaq olurlar, sonra ziyafətullaha yetişirlər. Bilirik ki, Rəcəb ayı Allahın vəlisinə məxsus edilib, Əmir-əl-Mümininə məxsus edilib. İlk olaraq bəndələr Rəcəb ayının süfrəsindən təamlar, qidalar əldə edirlər. Rəcəb ayının təamları içərisindən nəzərə çarpacaq təam hidayət olaraq qeyd olunur. Rəcəb ayının dualarının birində belə buyurulur: Allahümmə fəhdini hudəl muhtədin. İlahi, məni hidayət tapmışların yoluna hidayət elə. Vərzuqni ictihadəl müctəhidin. İlahi, mənə çalışanların, müctəhidlərin, səy göstərənlərin çalışmaqlığını ruzi elə. Və la təc'alni minəl qafilinəl mub'adin. Məni uzaq düşmüş qafillərdən, qəflətdə olanlardan qərar vermə. Vəğfir li yevməddin. Məni qiyamətin günündə bağışla. Biz bu qeyd olunan duadan bunu başa düşürük ki, Rəcəb ayı insanların hidayəti üçün mühüm aylardandır. Bilirik ki, Rəcəb ayı, Şaban ayı, Ramazan ayı kimi orucun təkid olunduğu aylardandır. Sadəcə olaraq vacib ünvanında deyil. Rəcəb ayından müminlər başlayırlar oruclarını tutmağa, xüsusi zikirləri var, xüsusi namazları var. Ona görə qeyd olunur ki, ziyafətullahdan öncə bəndələr Allah vəlisinin qonaqlığında iştirak edirlər. Daha sonra Nəbiyyullah süfrəsinə gəlirlər. Nəbiyyullah süfrəsində bu süfrənin təamı ilahi rizayət və ilahi rəhmətdir. Şaban ayını ki, Allahın Rəsuluna məxsus eləyirlər. Həmən bu Şaban ayının dualarının birində belə buyurulur: Və həzə şəhru nəbiyyik seyyid rusulik. Bu ay sənin nəbivin ayıdır. O nəbi ki, rəsulların seyyididir, ağasıdır. Şəbanul-ləzi həfəftəhu minkə bir-rəhməti və-rizvan. Şəban o aydır ki, sən o ayı öz rizvan və rəhmətünlə geyindirmisən. Rizvan, yəni öz rizayətinlə, öz razılığınla bu ayı əhatə eləmisən. Ardınca
Şaban ayının ardınca bəndələr bildiyimiz kimi Allahın ayına yetişirlər və Allahın ayının da qidası, təamı, ilahi məğfirət, Allaha qayıdış, behişdə yetişmək və cəhənnəmdən uzaq düşməkdir. Belə ki, Ramazan ayının dualarının birində belə buyurulur: Həzə şəhrul inabə. Bu ay inabə ayıdır. İnabə yəni Allaha qayıdış ayıdır. Və həzə şəhrul məğfirə. Bu bağışlanma ayıdır, məğfirət ayıdır. Və rəhmə, rəhmət ayıdır. Və həzə şəhrul itqi minənnar. Bu cəhənnəmdən azad olma ayıdır. Vəl fawzu bil cənnə və behişdə yetişmək ayıdır. Yəni xülasə bu ardıcılığı tərtib edənlərin məqsədi budur ki, əvvəlcə bəndə Vəliyullah ayında hidayət tapır, sonra Nəbiyyullah ayında ilahi rizvana, ilahi rizayətə nail olur. Daha sonra ziyafətullaha yetişir, Allahın xüsusi qonaqlığına yetişir və bu ayda ilahi rəhmət, məğfirət və o cümlədən cəhənnəmdən uzaq olma, behişdə yaxınlaşmaq səadətini əldə edir. O cümlədən Ramazan ayının dualarının birində belə buyurulur ki, və huvə şəhrun əvvəluhu ər-rəhmə. Bu elə bir aydır ki, onun əvvəli rəhmətdir və əvsəduhu əl-məğfirə. Ortası ilahi məğfirətdir və axiruhu əl-icabə və əl-itqu minənnar. Axiri isə duaların qəbul olması icabətdir və cəhənnəmdən qurtulmadır. Xülasə, Ramazan ayının dualarına baxanda biz bunu açıq-aşkar müşahidə edirik ki, bu ay ilahi məğfirət ayıdır. Bağışlanmaq ayıdır. Bəli, bağışlanma ayıdır, istiğfar ayıdır və tövsiyə olunur ki, bu ayda insanlar özlərini bağışlatsınlar. Əgər insan özünü Ramazan ayında bağışlatmazsa, o ən bədbəxt insanlardan hesab olunur. Qeyd etdiniz ki, acı bağışlanmaq üçün bir fürsətdir bu ay və biz çalışaq bu ayda istifadə edək. Bu ayın fəzilətlərindən biri də bağışlanmaqdır. Allahın bir rəhmətidir bizə ki, biz bu ayda özümüzü bağışlatdıra biləyik. Yəni Allah bizə lütfüdür bu. Bəli, çox düz buyurursunuz. İstiğfar ümumiyyətlə Allahın bəndəsinə əta elədiyi bir xeyirdir. Hədislərin birində belə buyurulur ki, İnnəlləhə izə ərada bi'abdin xeyra. Həqiqətən Allah əgər bir bəndəsinə xeyir vermək istəsə, fəəznəbə zəmbən ətbəəhu binəqmətin. O bəndə günah eləyəndən sonra Allah Teala ona bir bəla göndərər və yüzəkkiruhu əl-istiğfarı. İstiğfarı onun yadına salar. Yəni Allah Teala o bəndə ki günah eləyir, günahın ardınca ki ona bəla göndərir, məqsədi ona xeyir verməkdir. Niyə? İstiğfarı onun yadına salsın. Və izə ərada bi'abdin şərrən. Əgər Allah Müteal bir bəndəsinə şər vermək istəsə, fəəznəbə zəmbən, o bəndə günah eləyərsə, ətbəəhu bi ni'mətin, Allah Teala o günah eləyəndən sonra ona nemət verər. Niyə? Liyunsiyəhu əl-istiğfar. İstiğfarı unutsun. Deməli, biz bu hədisdən nəyi başa düşürük? Bəzən insanlar ki, günah eləyirlər, ardınca bəla gəlir, bu ilahi nemətdir ki, onlara istiğfarı yada salır. Bəzi insanlar da var ki, gecə-gündüz günah eləyirlər, elə nemətləri çoxalır. Bu artıq Allahın rəhmətindən uzaq düşmək. Bəli, Allahın rəhmətindən uzaq düşməkdir. Allah Teala istəyir bu neməti onlara verməklə istiğfarı onların yadından çıxartsın. Onlar bağışlanma diləməsinlər. Bundan nə başa düşürük? Bundan o başa düşürük ki, bağışlanma diləməyin özü Allah Teala'nın bəndəsinə verdiyi bir xeyirdir, bir lütfdir. Hədisin ardınca Allah Müteal buyurur ki, وَهُوَ قَوْلُ اللّٰهِ عَزَّ وَجَلْ سَنَسْتَدْرِجُهُمْ مِنْ حَيْثُ لَا يَعْلَمُونَ. Bu Allah Teala'nın tezliklə bilmədikləri yerdən tədricən yaxalayacaq, istidraz edəcək, onları istidraz edəcək ayəsinin məzmunudur. Yəni nə? Allah Teala Əraf surəsinin 182-ci ayəsində belə buyurur: وَالَّذ۪ينَ كَذَّبُوا بِآيَاتِنَا. O kəslər ki, bizim ayələrimizi inkar edirlər, təksib edirlər. سَنَسْتَدْرِجُهُمْ مِنْ حَيْثُ لَا يَعْلَمُونَ. Onları tezliklə
tədricən bilmədikləri yerdən yaxalayacaq. İstidrac nəyə deyərlər? İstidrac yəni tədricən, pillə-pillə, mərtəbə-mərtəbə həlakətə yaxınlaşmaq. Mərtəbə-mərtəbə insan özü də hiss eləmir. Cəhənnəmə yaxınlaşmaq. Biz ki, əvvəlki hədis oxuduq, bu ayənin məzmunu, dedi, o hədisdə gəlir. Yəni, bir adam ki, günahı eləyir və günahın ardınca Allah Teala ona nemət verir, o başa düşsün ki, onu tədricən Allah Teala cəhənnəmə doğru yaxınlaşdırır. Əli əleyhissalamdan bir hədis var. Hədisdə buyurulur ki, rifah və asayişdə yaşayanlar istidracın təhlükəsinin fikrində olsunlar. O kəslər ki, elə ömürləri rifah içərisində keçir, asayiş içərisində keçir, heç bir çətinlikləri yoxdur. Onlar düşünsünlər ki, mən nə eləmişəm ki, Allah məni çətinliyə salmır. Olmaya istidraca düşmüşəm. Olmaya Allah Teala məni pillə-pillə, yavaş-yavaş cəhənnəmə doğru aparır. Bəzən, onu da qeyd edeyim ki, istidracın müxtəlif formaları olur. Məsələn, bəzən Allah Teala bəndənin bütün eyiblərini örtür. Məqsəd də budur ki, hamı ona tərif desin. Hamı ona bəhbəhlər desin. Bu amildə istidracın mistaqlarındandır, nümunələrindəndir ki, insanı həlakətə aparanlardandır. İmamdan soruşdular ki, biz hardan bilək ki, bizə verilən nemətlər istidracdır, bizi cəhənnəm oduna aparır, yoxsa yox, yoxsa Allah Teala'nın bizə verdiyi nemətdir. İmam buyurdu ki, əgər nemətlərin şükrünü edirsənsə, nigaran olma, istidrac deyil. Deməli, nemətin müqabilində şükür də mühüm məsələdir. Təşəkkür edirik, Hacı. Qısa fasiləyə ayrılaq. Bəli, əziz tamaşaçılar, Ramazan Rəhmət ayı verilişinə baxırsınız. Qısa fasiləyə. Əziz və dəyərli Vilayət TV izləyiciləri, bir daha sizi studiyamızda xoş gördük. Xatırladım ki, studiyamızın qonağı ilahiyyatçı, ekspert Hacı Xan Mirzə Hüseynovdur. Hacı, biz danışdıq Ramazan ayının fəziləti və ziyafətullah barəsində, Allahın qonaqlığında olmağımız barəsində. Orucun fəziləti nədir? Orucun fəziləti və oruc tutan bir insanın məqamı hansı məqamdadır? Bu barədə danışaq və oruc tutan insanda hansı əlaməttər, hansı xüsusiyyətlər olmalıdır? Bu barədə nə deyə bilərsiniz? Orucun fəziləti barəsində bir çox hədislər qeyd olunur məsumlarımız tərəfindən. İmam Baqir əleyhissalam hədislərin birində belə buyurur. Buniyəl İslamu alə xamsətə əşya, İslam 5 şey üzərində bina olub, qurulub. Aləs-salati vəz-zəkati vəl-həcc vəs-savm vəl-vilayə. O 5 şey namazdır, zəkatdır, həccdir, orucdur və vilayətdir. Və qalə Rasulullah, əs-savmu cünnətun minən-nar. Və Peyğəmbər sallallahu buyurub ki, oruc cəhənnəm odundan bir sipərdir. Biz bu hədisdən bunu başa düşürük ki, oruc o ibadətlərdəndir ki, ümumiyyətlə dinin əsasıdır, dinin köküdür. Və həmçinin hədislərin birində çox lətif və incə ibarə qeyd olunur. O da bundan ibarətdir ki, hədis Allaha nisbət verilir. Əs-savmu li və ənə uczabi. Oruc mənim üçündür və onun mükafatı mən özüməm. Bəzən sual verirlər ki, bu hədisdən məqsəd nədir? Niyə Allah Teala fəqət orucsun bu ibarəni işlədir ki, oruc mənə məxsusdur və onun mükafatı mən özüməm? İbn Əsirin bu barədə maraqlı cümlələri var. Buyurur ki, bütpərəstlər öz bütlərinin müqabilində müxtəlif ibadətləri yerinə yetirirdilər. Məsələn, namaz qılırdılar, qurban kəsirdilər və s. ibadətlər yerinə yetirirdilər orucdan başqa. Yəni, bütpərəstlik tarixi ərzində əgər biz seyrə çıxsaq, görərik ki, heç bir bütpərəst öz bütü üçün oruc tutmayıb. Bu ancaq Allaha məxsus olub. Tarix boyu oruc olmuş olsa da ancaq Allah üçün oruc tutublar. Bir bu cəhətdən Allaha məxsusluğu var. Bir də bu cəhətdən ki, bir kəs ki, oruc tutur, zahirən bilinmir orucdur yoxsa yox. Yəni, gizli ibadətlər. Bəli, gizli ibadətdir. Allahla bəndəsi arasında bir sirdir. Məsələn, namaz qılan məlumdur. Təvaf edir bir nəfər, məlumdur ki, hansı ibadəti yerinə yetirir. Amma oruc tutan məmuli, adi halda
məlum olmur ki, bu orucdur. Allah bilir, Allaha məxsusdur. Ona görə deyirlər ki, Allah Taala da deyir ki, bu mənə məxsusdur və onun mükafatı mən özümə. Və həmçinin qeyd elədiyiniz kimi oruc tutanın Allah yanında xüsusi məqamı var. Hədislərin birində belə buyurulur ki, "Mən səmə lillahi yawman fi şiddətil har fəəsabəhu zəməun." Hər kəs Allah üçün istinin şiddətində bir gün oruc tutsa, fəəsabəhu zəməun, ona susuzluq üz gətirsə, vəkkəlallahu azza və cəl bihi əlfə mələkin. Allah Teala onun üçün 1000 mələk yaradar, məmur eləyər, təyin eləyər. Bəli. Yamsahuna vəcəhu. O mələklər onun üzünə məsh eləyərlər, sığal çəkərlər, əl çəkərlər. Və yubəşşiruna, və ona müjdə verərlər. Hətta izə aftara, o zaman ki bəndə iftar eləyə, qalallahu azza və cəl, mə atyəbə rihəkə və ruhəkə. Allah Teala buyurar ki, sənin nə gözəl qoxun, ətrin var, nə gözəl ruhun var. Ardınca buyurar ki, mələikəti, ey mənim mələklərim, uşhudu inni qad ғəfərtu ləhu. Şahid olun, həqiqətən mən onu bağışladım. Oruç tutanın məqamı Allah yanında bu həddədir ki, Allah Teala onu bağışlayır. Mələkləri şahid gətirir ki, siz şahid olun ki, mən onun orucunun müqabilində, o çətinliklərinin müqabilində onun bütün günahlarını bağışladım. Oruc mövzusunda mühüm məsələlərdən də biri həqiqi orucdur. Ramazan ayının dualarının birində belə buyurulur ki, Allahummə cəal siyami fihi siyaməs saimin. İlahi, məni bu ayda həqiqi oruç tutanların orucumu, bu ayda həqiqi oruç tutanların orucundan qərar ver. Həqiqi oruç tutmaq yəni nə? Yəni bir var ki, fəqət insan ac qalır, susuz qalır. Bir də var ki, bütün bədən üzvləri orucdur. Orucuna pənah aparır, orucuna sığınır. Məsələn, biri onu əsəbləşdirəndə, təhqir eləyəndə əsəbləşmir, deyir, mən orucam. Gözü də orucdur. Bəli, bu çox mühümdür. Bəli, bu çox mühümdür. Məsələn, Peyğəmbər sallallahu buyurur ki, "Mə min abdin salihin yuştəm." Elə bir salih bəndə yoxdur ki, yuştəm, ona nalayiq söz deyirlər, təhqir olunar. Fəyəqulu inni saimun, və deyə ki, mən orucam, salamun aleyk və salamun aleyk, bu cür deyə. Yeri gəlmişkən bunu deyim ki, bu məqamlardakı salamun aleyk ona salamatçılıq arzulamaq mənasında deyil. Ümumiyyətlə, ərəblərdə 2 yerdə salam verərlər. Bir əvvəldə, başlanğıcda, bir də bəli, sonda, məsələyə xitam verəndə. Bu və Qur'an-ı Kərimdəki cahillərin müqabilində deyir, salam ver, salamun aleyk. Bu o salamlardan ki, söhbətə xitam verirsən. Yəni, onun dediyinin müqabilində susursan, söhbəti açmırsan, xitam verirsən. Və buyurur ki, la əştimukə kəmə şətəmtəni, və oruçdan deyə ki, mən sənə nalayiq söz deməyəcəyəm, necə ki, sən mənə o sözü dedin. İllə qalər Rabbu təbarək və teala istəcərə abdi bis-savm min şərri abdi. Allah Teala, məgərin ki, Allah Teala buyurar ki, mənim bəndəm bir bəndəmin şərrindən oruca pənah apardı, fəqad acartuhu minənnar. Mən də ona cəhənnəm odundan pənah verirəm. Yəni, bir adam belə düşünməsin ki, oruc olan halda ona nalayiq söz deyəndə də ona onun tərzində cavab qaytarmalıdır. Yox. Və belə də düşünməsin ki, oruc olduğuna görə sakit duracaq, o nalayiq sözün qabağında susacaq, Allah onun əcrini verməyəcək. Əksinə Allah Mütəal buyurur ki, mən də ona cəhənnəm odundan pənah verəcəm. Bu qədər, yəni mənim üçün o əməl dəyərlidir. Həzrəti Peyğəmbər sallavatullahın zamanında bir xanım var idi. Bir gün Peyğəmbər sallallahu eşidir ki, bu xanım oruc halında öz kənizinə nalayiq söz deyir, təhqir edir. Peyğəmbər sallallahu buyurur ki, onuncu yemək gətirin. O xanım deyir ki, mən orucam, yeməyi neynirəm, yeyə bilmərəm. Peyğəmbər sallallahu buyurur ki, sən necə orucsan ki, öz kənizvə nalayiq sözləri deyirsən? Oruc fəqət yemək və sudan özünü çəkindirməkdən ibarət deyil. İmam Sadiq ağa bu hadisənin ardınca belə buyurur ki, İzə sumtə fəlyəsum səm'ukə və bəsarukə minəl haram vəl qabih. O zaman ki, oruç tutdun,
qulağın da, gözün də haram və pis işlərdən oruç tutsun. Yəni, hər nəyə gəldi danışa bilməzsən. Hər nəyə gəldi baxa bilməzsən. Hər nəyə gəldi qulaq asa bilməzsən. وَلَا تَجْعَلْ يَوْمَ صَوْمِكَ كَيَوْمِ فِتْرِكَ Oruc olan günüvü, oruc olmayan günündən bərabər qərar vermə. Yəni, məlum olsun ki, sən oruc tutmusan. Ona görə qeyd edirlər ki, həqiqi oruc məsələsi mühüm məsələdir. Əgər bir insan bu ibadətindən qəflət eləyərsə, o ibadətin dəyəri olmaz. Qəflətlə olunan ibadətin ümumiyyətlə bir dəyəri yoxdur. Hədislərdə qeyd olunur ki, 3 şey var ki, Allah yanında milçəyin qanadı qədər də bir dəyərə malik deyil. Birincisi, əs-salatu aləl-adə. Adət üzündən namaz qılmaq. Məsələn, bir insan namaz qılır, elə adət eləyib namaza. Huzur qəlbi yoxdur. Heç fikirləşmir ki, Allaha nə deyir, Allahdan nə istəyir. Ona görə alimlərin tövsiyəsi budur ki, yaxşı olar ki, namazın sözlərini bilək. Bilək Allahla danışanda Allaha nə deyirik və Allahın müqabilində duranda ondan nə istəyirik. Və zikru alə qaflətin. Qəflət üzündən zikir deməyin Allah yanında bir dəyəri yoxdur. Dil öyrəşib. Məsələn, 100 dənə salavat deyir Peyğəmbərə, 100-cüdə ayılır ki, mən Peyğəmbərə salavat deyirdim. Elə dil deyir, qəlbindən heç nə keçmir. Vərdiş halına. Bəli, vərdiş halına alıb, adət halına alıb. Üçüncüsü, əs-salatu alən-nəbi bi qeyri hörmətin. Ki, Peyğəmbərə ehtiram qoymadan ona salam göndərir, salavat göndərir. Peyğəmbərə ehtiram budur ki, Peyğəmbər salavatullah xüsusi şəriət gətirib. O şəriətin bütün pərdələrini yırtır, bu yandan Peyğəmbərə salavat göndərir, salam göndərir. Təşəkkür edirik, Hacı. Demək, biz əsas verilişimizin bugünkü mövzusu Ramazan ayında Quranla ünsiyyət idi. Bilirik ki, hər bir şeyin öz vaxtı var. Məsələn, ibadət gözəldir, qocalıqda da və cavanlıqda da. Amma cavan vaxtı ibadət edəni Allah sevir. Belə ki, məsələn, bizim Quran oxumağımız təbii ki, ibadətdir, gözəl əməldir bütün aylarda. Amma Ramazan ayında, yəni, Quran oxumağın baharı, belə deyək, sırf Ramazan ayıdır. Və bu Ramazan ayında Quran oxumağın fəziləti nədir, nə qədərdir və yaxud da ki, biz insanlar, məsələn, buna qarşı məxsus da möminlər, müsəlmanlar etinasızlıq eləyirlər, az oxuyurlar Quran. Bunun fəzilətlərini bilsələr, mənə elə gəlir, daha çox Quran oxuyarlar və biz bu Quranı yəni təkcə oxumaqla mı kifayətlənməliyik, yoxsa təfəkkür və burada tədbir görmək, tədəbbür də mühümdür. Bu barədə nə deyə bilərsiniz? Çox gözəl buyurdunuz, Ramazan ayı Quranın baharıdır. Ramazan ayının dualarında belə buyurulur, Allahumma vəffiqni fihi li qiraəti ayatik. İlahi, məni bu ayda öz ayələrimin qiraətinə müvəffəq elə. Ramazan ayında bilirik ki, Quran oxumaq digər aylarla müqayisədə çox fərqlidir. Hətta hədislərin birində buyurulur ki, bir ayənin savabı digər aylarda oxunan bütöv Quranın savabına bərabər deyə ondan çoxdur. Yəni, bir ayə oxumaqla bir Quran xətm eləmişdir. Bəli, bu qədər savab verir. Bəli, Allah mütəal. Əfsuslar olsun ki, bəndələr Qurana qarşı etinasızdılar. Qur'an-ı Kərim aylarla, illərlə kənarda qalır, üzü açılmır. Bilinsin ki, bu iş həm qəbihdir, həm də Qur'an-ı Kərim qiyamətin günündə şikayət eləyəcək. Hədisdə buyurulur ki, İmam Sadiq əleyhissalam buyurur, Səlasətun yəşkunə ilallah. 3 şey var ki, Allaha şikayət eləyər. Məscidun xarabun la yusalli fihi əhlu. Biri odur ki, xarab olmuş məsciddir, o məscidin əhli orada namaz qılmır. Qiyamətin günündə həmən məscid şikayət eləyəcək. Və alimun beynə cuhhal. Və cahillər arasında qalmış alim qiyamət günündə şikayət eləyəcək. Və mushafun muallaqun və qad vaqa aleyhil gubar la yuqra fihi. Və bağlı qalmış o Quran ki, üzərini qubar bağlayıb, toz torpaq bağlayıb oxunmur. Bu da qiyamətin günündə şikayətçi olan dəstələrdəndir. Əfsuslar olsun ki, biz Qur'anı ancaq yas məclislərinə məxsus edirik və yaxud da toy məclislərində bəy və gəlin onun altından keçir. Qur'anın funksiyası bundan ibarət olub. Bu çox təəssüfləndirici bir haldır və bu Qur'ana qarşı etinasızlıqdır. Vaqia surəsinin
81-ci ayəsində Allah Teala buyurur ki: "Əfəbi hazal hadis entum mudhinun." Siz bu Qurana qarşı süslük göstərirsiniz, zəiflik göstərirsiniz. Halbuki biz hədislərə baxdıqda məlum olur ki, hər bir şeyin dəvası, dərmanı Qurani-Kərimdədir. Adicə Qurani Kərimə nəzər eləməyin özü ibadətdir. Hədis var ki, bir neçə şeyə baxmaq ibadətdir. Onlardan biri Qurani Kərimə baxmaqdır. Ən-nəzəru ilə Aliyin ibadətun. Əliyə baxmaq ibadətdir. Və kəzalikə ən-nəzəru iləl-imamil muqsid və iləl-alim, adil imama baxmaq, alimə baxmaq və iləl-valideyni bir rəfətin və rəhmətin, məhəbbətlə, rəhmətlə valideynə baxmaq və iləl-əxi fillah və Allaha görə qardaş olduğun şəxsə baxmaq. Və iləs-səhifə və iləl-Kəbə. Qurana baxmaq və Kəbəyə baxmaq, bu sadalananlar hədislərdə qeyd olunur ki, bunlar hamısı ibadətdir. Bunu niyə görə deyirəm? Bəzən insan ola bilər, müəyyən surələri hifz bilir, əzbər bilir, amma əyimmədən gələn hədislərə baxdıqda bu anlaşılır ki, hətta əzbər bildiyin yerlərdə də Qur'anı üzündən oxumaq təkid olunub. Və bir nöqtədə qeyd elədiniz, o da bundan ibarətdir ki, Qur'anı oxumaqdan hədəf nədir? Mütləq və zəruridir ki, ayələrin barəsində təfəkkür eləyək, tədəbbür eləyək. Əgər təfəkkür və tədəbbür olmazsa, o Qur'anın faydası olmayacaq. Və hətta insan o yerə gəlib çıxa bilər ki, öz zamanə imamına qarşı çıxar. Yəni, natiqi Qur'anla döyüşər və onun fərqində varmaz. Bir gün, mən qısa toxunun bilirəm, verilişimiz sona yetir. Bir gün Həzrəti Əli əleyhissalam Kumeyllə Küfə məscidindən çıxıb evə tərəf hərəkət edəndə qulaqlarına bir Qur'an sədası yetişir. Kumeyl həmən Qur'an sədasının səsindən xoşlanır, ondan ləzzət aparır. İmama bir söz deməmiş, imam üzünü ona tərəf çevirir və bildirir ki, həmən o səs ki, sən eşidirsən, o səsin sahibi əsli həqiqətdə cəhənnəm əhlidir. Və bir gün mən sənə bunun barəsində xəbər verəcəm. Gün gəlir, Xəvariz Əli əleyhissalamla döyüşür və Əli əleyhissalam ki, Xəvarizi məğlub eləyir. Döyüşdən sonra Əli əleyhissalam meyitlərin arasında gəzərkən qılıncının ucu ilə işarə eləyir başlardan birinə. Kumeyli çağırır yanına, bildirir ki, Kumeyl, o gün gecə ki, sən o şəxsin səsindən ki, xoşlanmışdın, onun səsi sənə xoş gəlmişdi, həmən şəxs orada öldürülmüş şəxsdir, Xəvarizdəndir. Yəni, nə demək istəyirəm? Əgər bir insan Qur'anın ayələri barəsində doğru düzgün təfəkkür eləməzsə, tədəbbür eləməzsə, gələr Həzrəti Əli əleyhissalam kimi bir şəxslə döyüşər və cəhənnəmə vasil olar. Buna görə də Qur'anla ünsiyyət mühümdür. Xüsusən, heç olmasa bir ayənin barəsində gündəlik təfəkkür eləmək tövsiyə olunmuşdur. Təşəkkür edirik, Hacı. Çox sağ olun, mən də sizə təşəkkür edirəm. Bəli, əziz tamaşaçılar, Ramazan Rəhmət ayı verilişinə baxırdınız. Hacı mühüm mövzulara toxundu. Biz bu ayda Allahın qonaqlığındayıq. Allahdan istəyək ki, bu qonaqlığı bizə sonuncu qonaqlıq qərar verməsin inşallah. Və Allahın rəhmət ayında o əməllərdən ən mühümü ki, bizi Allaha yaxınlaşdırır, Quranla ünsiyyətdir, Quran oxumaqdır. Allah bizi Quran oxuyanlardan və düşünüb, təfəkkür edərək ona əməl edənlərdən qərar versin inşallah. Bu günlük bu qədər. Sağ olun, növbəti verilişlərdə